İlahiyatçı Yaşar Qurbanovun təqdimatında Cümənin bərəkəti başladı. Rəbbimizə şükürlər olsun. Uca Allah'ın salamı, salavatı, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm, onun əhl-i beyti, əshabından üzərinə olsun. Bu gözəl cümə gündə Rəbbimiz dualarımızı qəbul eyləsin. Cümə günü duaların qəbul olduğu gündür. Cümə günün bütün vaxtlarında dua etmək müstəhəbdir, gözəl əməllərdəndir. Və əsasən də ki, cümənin son saatları, yəni günəş batmağa az qalmış. Ona görə cümə gecəsi, cümə günü çoxlu salavat gətiririk və cümənin son saatlarında da çoxlu dualar edirik. Rəbbimiz dualarımızı qəbul eləsin. Kimin istəyi arzusu varsa istəyi arzusuna çatdırsın. Bu gözəl cümə gündə Rəbbimiz bu gözəl vətənimizi qorusun. Əmin-amanlığımız daimi olsun. Üç rəngli bayrağımız həmişə yüksəklərə dalğalansın. Uca Rəbbimiz, Ali Baş Komandanımız, rəhbərimiz İlham elə cənablarını qorusun, işlərini müvəffəq eləsin, uzun ömürlər bəxş eləsin. Uca Rəbbimiz şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Uca Rəbbimiz əskərlərimizi qorusun, sağ-salamat ailələrini qovuştursun. Amin, amin, amin. İlk öncə qeyd edim ki, biz gözəl məsələlərə toxunmuşduq. Xoşbəxtliyin səbəbləri, insan xoşbəxt olmaq üçün, yəni dinimizin buyruqları buna toxunacaq. İlk öncə nəyi toxunum? Biz əlbəttə ki, Məhərrəm ayındayıq. Yəni hicri təqvimi ilə ilin başlanğıc ayı sayılır. Məhərrəm ayı Allah dərgahında ən əzəmətli aylardan birisidir. Haram aylarından birisidir. Haram ayı, yəni Allah təala bu ayı haram seçib. Fələ tazlimu fihinnə enfusakum. Yəni haram aylarında da öz nəfsinizə zülm etməyin. Yəni haram aylarında günah, insan öz nəfsinə zülm etməsi Allah dərgahında daha şiddətlidir. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, Ramazan ayından sonra, Ramazan vacibdir oruç tutmaq, ən üstün, ən dəyərli oruc, yəni müstəhəb olaraq vacib deyil, Məhərrəm ayında tutulan orucdur. Həmçinin Peyğəmbərimiz adlandırır Şəhrullah, Allahın ayı. Allah təala əgər yaratdığı bir zamandır, məkandır, özünə nisbət edirsə, buna izafə deyirlər. Misal deyir ki, Kəbə Allahın evidir, məscid Allahın evidir. Buna nə deməkdir? Allah təala həmən məkanın, zamanın şərəfli olduğunu, dəyərli olduğunu, Allah dərgahında önəmli olduğunu bildirmək üçündür. Həmçinin yəni Peyğəmbərimiz sallallahu əleyhi və səlləm çoxunu orucla keçirərdi. Bir şey də qeyd etmək lazımdır ki, Məhərrəm ayında əlbəttə zülm olmaz, insan öz nəfsinə zülm etməz. Amma Məhərrəm ayında da əlbəttə ki, bu acı bir həqiqətdir, bu tarixə düşür, bu inkar olunmaz bir şeydir. Əlbəttə ki, İmam Hüseyin, Allah ondan razı olsun, şəhid olduğu aydır, Aşura günü. Aşura yəni Məhərrəmin 10-cu günü. Məhərrəm ayı və Aşura günü İslamdan əvvəl də qeyd edilirdi. Xüsusilə Ramazan orucundan əvvəl Məhərrəm ayında oruç tutmaq vacib idi. Nə zaman ki Ramazan orucu vacib edildi, Məhərrəm orucu nədir? Müstəhəb edildi. Həmçinin Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Mədinəyə gələrkən əhli kitabın həmən günü, Aşura gününü qeyd etdiyini görür. Soruşur ki, niyə görə? Deyirlər ki, Musa əleyhissalam bugün qalib gəldiyi gündür. Həmçinin Aşura günü Musa əleyhissalamın Firon üzərində qalib gəldiyi gündür. Yəni Peyğəmbərimiz sallallahu əleyhi və səlləm oruç tutdu. Bu müstəhəb əməldir, yəni vacib deyil. Həmçinin acı bir həqiqət, əlbəttə ki, İmam Hüseynin, Allah ondan razı olsun, şəhid olduğu gündür. Yəni İmam Hüseyin əlbəttə ki, şəhidlik dərəcəsini yüksəlib. Şəhidlik ən uca dərəcələrdən birisidir. Allah təala bütün şəhidlərə qəni-qəni rəhmət eyləsin. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm həyatında ikən əlbəttə ki, öz sevimli nəvəsinin şəhid olacağını bilirdi. Çünki necə ki hədis şərifdə gəlir, "Ətəni Cibrilun", Cəbrail əleyhissalam gəldi, "Fəxbərəni" və mənə xəbər verdi ki, "Ənə ümməti sətəqtul ibni hədə." Yəni sənin ümmətindən bu oğlunu, oğlum deyir, yəni evladını öldürəcəklər. Və onun deyir, yəni torpağına qanlı düşən yerin torpağını mənə göstərdi, deyir kim? Cəbrail əleyhissalam. Əlbəttə şəhidlik ən yüksək dərəcədir. İmam Hüseyin şəhid olması əlbəttə kimsə bunu istəməz, amma şəhidlik yüksək dərəcədir. Allah təala hər bir insanın arzusudur şəhid olmaq. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm hətta deyir ki, istəyərdim Allah yolunda şəhid olum, yenidən dirilim, sonra yenidən şəhid olum, sonradan yenidən dirilib, yenidən şəhid olum. Və İmam Hüseyin də bu şəhadət kərvanına qoşuldu. Çünki əvvəl Peyğəmbərimiz sallallahu əleyhi və səlləm əmisi Həmzə şəhid oldu. Ondan sonra Həzrət Əli şəhid oldu. Cəfər Tayyar, Həzrət Əlinin qardaşı Peyğəmbərimiz sallallahu əleyhi və səlləm əmisi oğlu Cəfər İbn Əbi Talib şəhid oldu. Hətta İslam bayrağını daşıyanlardan birisi idi. Bayrağı daşıyırdı, qolunu kəsdilər, digər qolu ilə götürdü. Hətta
qollarını kəsəndən sonra, yəni sinəsinə sıxmışdı. Sonra şəhid oldu və Peyğəmbərimiz sallallahu buyurur ki, onun adını qoydu Cəfər Tayyar. Tayyar nə deməkdir? Uçan deməkdir. Deyir ki, mən onu cənnətdə Cəbrail və Mikaillə uçan gördüm deyir. Yüksək bir dərəcə. Peyğəmbərimiz sallallahu ailəsini ziyarət etdi. Balaca uşaqları var idi. Balaca uşaqların başına əl çəkdi və gözündən yaş gələndə həyat yoldaşı hiss elədi ki, nəsə bir şey baş verib. Dedi ki, ey Məhəmməd, nə baş verib? Dedi ki, şəhid olub. Ərin şəhid olub. Evlatlarına görə narahat olma. Yəni mənəm onların himayədarçısı. Həmçinin o karvana da qoşulan birisi kimdir? Əlbəttə ki, İmam Hüseyin, Allah ondan razı olsun. Yəni Peyğəmbərimiz sallallahu buyurur ki, İmam Hüseyin cənnətdə gənclərin seyididir. Yəni baxın, cənnəti qazanmaq bir də gənclərin seyidi, ağası, yəni ən yüksək məqam. Ən yüksək məqama çatıb. Onu öldürənlər əlbəttə ki, zalimdırlar. Buna görə Allah hesab da verəcəklər. Onsuz da ölüb gediblər. Lənətə düşər olublar. Bunda şək yoxdur. Allah təala onları onsuz da Allah dərgahındadılar. Allah təala hesaba çəkib və qiyamət günü onları nə gözləyir? Əlbəttə ki, belə bir cinayəti törətdilər. Bu da ixtilaf yarandı, ixtilafın səbəbləri oldu. Amma İmam Hüseyin şəhid oldu, ən yüksək dərəcəyə nail oldu. Şəhidlik yüksək bir dərəcədir. Hər kəs ona nail olmaq istəyər və şəhidlikdə əlbəttə ki, babasına qovuşdu. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm də əslində şəhid sayılır. Yəni Peyğəmbərimiz sallallahu aleyhi və səlləm arzu edirdi. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ölümündən əvvəl nə dedi? Onu zəhərləmişdilər, amma elə bir zəhər idi ki, ətrafında olanlar dərhal öldülər, amma Peyğəmbərimiz sallallahu aleyhi və səlləm o zəhərdən yeməyinə baxmayaraq ölmədi. Çünki Allah təala onu qorudu, çünki hələ risaləti çatdırmalıdır. Dedi ki, ölümdən əvvəl hələ də deyir, ey Ayşə deyir, o zəhərin hissini, onun dadını deyir, yəni onun acısını hiss edirəm deyir, o mənim deyir, damarımı qırdı deyir. Ona görə hətta buyurur ki, alimlər ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm də şəhidlik dərəcəsinə yüksəldi. Çünki şəhadət yüksək bir dərəcə və orada əlbəttə ki, o karvana kim qoşuldu? İmam Hüseyin. Allah ondan razı olsun. Allah təala bütün şəhidlərimizə də qəni-qəni rəhmət eyləsin. Hər zaman şəhidlərimizi yada salmalıyıq. Uca Allah təala bizim də bu gözəl vətənimizi qoruyarkən, torpaqlarımız işğaldan azad edərkən şəhid olanlar və Allah şəhadətlərini qəbul eləsin. Allah təala onları Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin, yəni şəhid olan əhl-i beyti, İmam Hüseyin kimi dəyərli insanlara bərabər yüksək məqama ucalmağı nəsib eləsin. Peyğəmbərimizin sahabələrindən şəhid olanlar var idi. O dərəcəyə layiq eləsin, o dərəcəyə yüksəlsin. Əlbəttə ki, şəhidlik ən uca dərəcələrdən birisidir. İstədim buna toxunum, amma insan əlbəttə ki, bu hadisəni yada salır, daha çox dua eləyir. Amma biz dinimizin buyurmadığı şeyləri eləmək düzgün deyil. Yəni, görürsən ki, bəzi insanlar bu günləri görsə, elə gün o ki, özünə zərər verirlər, xətər törədirlər. O doğru deyil. Çünki Allah buyurur ki, xüsusilə فَلَا تَظْلِمُوا فِيهِنَّ أَنْفُسَكُمْ deyir. Öz nəfsinizə zərər verməyin, öz nəfsinizə zülm etməyin. Yəni, əlbəttə ki, biz dinimizin buyurmadığı işlərdən uzaq durmalıyıq. İmam Hüseyin cənnətdə ən yüksək məqama çatıb. Düşünün, elə bir məqam ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm cənnətlə müjdələyib, dünyada ikən Peyğəmbərimiz buyurur ki, cənnətdə gənclərin seyidi, yəni ən uca dərəcə və üstəlik şəhidlər, şəhadət karvanını da Allah onu nəsib edib. Və üstəlik ən əzəmətli gündə, ən dəyərli gündə, Aşura günündə ki, Musa əleyhissalamın qalib gəldiyi bir nədir? Gündür və belə gündə insan əlbəttə ki, bütün şəhidləri xatırlayar və onlar üçün dua edər. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eyləsin. Uca Rəbbimiz bu gözəl vətənimizi qorusun. Görürsünüz, həqiqətən də əminamanlıq böyük bir neymətdir. Əminamanlıq içərisində yaşayır. Allah həmd olsun bu gözəl vətənimizdə. Allah razı olsun dövlət başçımızdan, prezidentimizdən. Allah razı olsun hər kəsdən. Görürsən ki, bu gözəl əminamanlıq yurdu olan vətənimizdə ibadətlərimizi gözəl formada yerinə yetirdik. Hamımız qardaş olaraq bir yaşayırıq, bərabər yaşayırıq. Hətta qeyri-müsəlmanlar belə rahatlıq içərisində yaşayır. İslam dini buyurduğu nədir? Təayyüşü silmi deyirlər. İnsanlar sülh içərisində yaşaması. Yəni, bütün bunlar hamısı bu gözəl vətənimizdə təmin olunub. Allah həmd olsun ki, belə bir gözəl əminamanlıq yurdunda yaşayırıq. Bu gözəl vətənimiz var. Ona görə də dualar eləyək. Allah təala şəhidlərə qəni-qəni rəhmət eyləsin. Əlbəttə ki, insan acı bir hadisədir. Bunu yada salar, ibrət alar. Əlbəttə ki, insan ibrət alar. Hər bir şeydən insan tarix hadisələrdən ibrət götürməlidir. Amma dinimizin buyruqlarından kənara çıxmaz, emosiyaya qapılaraq, yəni insan özünə zərər verməsi, zərər toxundurması nədir? Dinimizdə düzgün deyil. Həmçinin biz gözəl mövzulara toxunduq.
səadəti gətirən və qəm-qüssəni aradan qaldıran səbəblər. Hər kəs bu dünyada əlbət xoşbəxt olmaq istəyir. Amma qəm-qüssəni, kədəri və narahatlığı aradan qaldıran səbəblərdən biri də insanlara gözəl söz və yaxşılıq etmək, xeyir işlər görməkdir. Bunların hamısı xeyir və ehsandır. Yəni, mömin insan Allahın yaratdıqlarına qarşı mərhəmətli olduqda, ehtiyac sahiblərinə, sıxıntı içində olanlara şəfqət göstərdikdə, onları sevindirməyə çalışdıqda bu yaxşılığın mükafatı öz əməlinin müqabilində olar. Yəni, yaxşılığın əvəzi yalnız yaxşılıqdır buyurur Rəbbimiz Rəhman surəsi 60-cı ayədə. Yəni, ehsan əl tutmaq, gözəl əxlaqdır. O qəlblərdəki kin küdrəti aradan qaldırır, sevgini cəlb edir, insanlara məhəbbət qazandırır və qəlbləri özünə tərəf çəkir. Allah təala buyurur, yaxşılıqla pislik eyni olmaz. Sən pisliyi ən gözəl şəkildə dəf et. O zaman səninlə arasında düşmənçi olan kəs sanki yaxın bir dost olar. Yəni, insanlara əl tut, yardım elə. Buna yalnız səbr edənlər nail olarlar. Buna yalnız böyük nemət, nəsib sahibi olanlar qovuşarlar. Fussilə surəsi 34-35-ci ayə. Baxın, nə deyir? İnsanlara yaxşılıq et ki, qəlbin rahat olsun. Nə qədər insanlara yaxşılıq etsən, əl tutsan, öz bacağın dəyərində Allah da sənin qəlbinə rahatlıq verəcək. Baxın, yaxşılıq hər bir işdə gözəldir. Sözlərdə, əməllərdə, əxlaqda, rəftarda, yəni bir imkansız əl tutmaqda, sözlə edilən yaxşılığa gəlincə Allahın əmri budur ki, insanın danışığı gözəl, xoş, faydalı olsun. Həmçinin insanlara yaxşı davransın, əl tutsun, kasıbları sevindirsin. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, kim Allaha və axirət günə iman gətirərsə, ya xeyir danışsın, ya sussun. Bir də nədir? Qohuma yaxşılıq eləsin, qonşuya yaxşılıq eləsin, insanlara əl tutsun. Bunlar hamısı dinimizin nədir? Gözəl buyruqlarındandır. Altıra buyurur, sizə salam verildiyi zaman siz ondan daha gözəl şəkildə salam verin və ya onu eynisi ilə cavabı qaytarın. Nisa surəsi 86-cı ayə. Salam nə deməkdir? Salam aleykum nə deməkdir? Allahın salamı olsun deməkdir. Gözəl bir duadır. Sən də onu gözəl formada deyir, geri qaytar. Yaxşılığın başqa bir növü də, yəni həqiqətən də insanlarla gözəl davranmaq, mübahisələrdən çəkinmək, yəni artıq mübahisələrdən uzaq durmaq. Baxın, insanları Rəbbinin yoluna hikmətlə və gözəl öyüd nəsiyyətlə dəvət elə və onlara ən gözəl tərzdə mübahisə ilə. Nəhl surəsi 125-ci ayə. Baxın, nə gözəl ayələrdən birisi. Əmələ gəlincə, yəni insan bütün işlərində, istər dünya olsun, istər axirət olsun, işlərində insanlara neyniyər? Əl tutar. Deyir ki, əməl edin, həqiqətən Allah sizin etdiklərinizi görür. Səba surəsi 11-ci ayə. Baxın, ona görə də Allah təala buyurur, Allah'a itaat edin. Onu heç bir şeyi şərik qoşmayın. Valideynlərə, qohumlara, yetimlərə, miskinlərə, yaxın qonşuya, uzaq qonşuya, yaxın dosta, yolda qalmış müsafirə və sahib olduğunuz kimsələrə yaxşılıq edin, deyir. Nisa surəsi 36-cı ayə. Peyğəmbərimiz nə buyurur? Kim Allaha və axirət gününə iman gətirirsə, qonşusuna yaxşılıq etsin. Kim Allaha və axirət günü iman gətirirsə, qonağına ikram etsin. Kim Allaha və axirət günü iman gətirirsə, ya xeyir danışsın, ya sussun, rivayət edir. Həmçinin qohumlara yaxşılıq etmək, onlarla əlaqəni möhkəmləndirmək, onlara mərhəmət göstərmək və qayğılarına qalmaq insanın qəlbində möhtəşəm bir səadət gətirər. İnsanın qəlbinə sevinç gətirər. Hər kəs, yəni, həqiqətən də daim yaxşılıq etməyə çalışmalıdır. Baxın, qonşuya yaxşılıq etmək, ona hörmət göstərmək, dəyər vermək, ona əziyyət verməmək insanın qəlbinə möhtəşəm sevinç gətirir. Amma bir insan qonşusuna əziyyət verirsə, onun qəlbində qəm, kədər, qüssə aradan qalxmaz. Peyğəmbərimizə gəlib deyirlər ki, bir qadın olur, gecələr namaz qılır, gecə namazları qılır, gündüzləri oruç tutur, amma qonşusuna əziyyət verir, cəhənnəm əhlidir. Ya Rasulallah, gecə namaz qılır, gündüzlər orucla keçirir, amma qonşusuna əziyyət verir, deyə cəhənnəm əhlidir. Yəni, cəhənnəmdə əbədi qalmasa belə bunun böyük bir soru-sualı var Allah dərgahında. Qonşu ilə yaxşı davranmaq, dostlara yaxşılıq etmək, onları sevmək, onları qorumaq, xeyir işlərə yönətmək, şərdən uzaqlaşdırmaq ən böyük yaxşı əməllərdən birisidir. İnsan dostuna daim yaxşılıq eləyər, nəsiyyət etmək olsun, xeyir işlərə yönətmək olsun, şərdən uzaqlaşdırmaqda yardım etsin. Baxın, yetimlərə yaxşılıq etmək,
onlara əl tutmaq, onların tərbiyə ilə maraqlanmaq, onlara şəfqət göstərmək, üzlərinə təbəssüm etmək, təbəssüm sevindirmək yetimləri ən uca əməllərdən birisidir. Miskinlərə, fağırlara yaxşılıq etmək, onların ehtiyaclarını ödəmək, onlara yemək yedizdirmək, qayğıkeşlik etmək, baxın, yaşayış ehtiyaclarında əl tutmaq, onlara hörmətlə davranmaq, qəlblərini incitməmək, bu ən gözəl insanın qəlbini sevindirən əməllərdən, insanın qəlbinə sevinc gətirər, fərəh gətirər. Yolda qalmış müsafirə, deyək ki, bir müsafir ölkəndən keçir və ya başqa bir yerdə yolda qalıb ona yaxşılıq etmək, ehtiyacını qarşılamaq və ona kömək göstərmək ən üstün əməllərdən birisidir. Baxın, yəni ehtiyac sahibinə yaxşılıq etmək, onu sevindirmək, ehtiyacını ödəmək, sıxıntısını aradan qaldırmaq ən üstün əməllərdən birisidir. Bunu edən şəxsin qəlbində daim sevinc olacaq. Çünki nə? Allah əmr edir bu əməlləri. Qəm, qüssənin, kədərin aradan qalxmağını istər. O zaman bu ayəyə əməl et. Yəni bütün insanlara yaxşılıq etmək, onlara gözəl rəftar etmək, yaxşılığı əmr edib pislikdən çəkindirmək, bunlar hamısı Allah dərgahında ən üstün əməllərdən birisidir. Baxın nədir? Ey Allah Resulü, insanların Allah yanında ən sevimlisi kimdir? Yəni əməllərin Allah yanında ən sevimlisi hansıdır? Dedi ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem, Allah yanında insanların ən sevimlisi, insanlara ən çox fayda verəndir. Allah yanında ən sevimli əməl isə bir müsəlmanı sevindirməyin, onun sıxıntısını aradan qaldırmağın, borcunu ödəməyin və ya aclığını aradan qaldırmağındır. Baxın, nə deyir Peyğəmbərimiz? Mənim bir qardaşımın, bir müsəlman qardaşımın ehtiyacını ödəmək üçün onunla bərabər getməyim bir məsciddə, yəni öz məscidindən danışır, məscid Nəbavi, Peyğəmbər məscidi, bir ay etikaf etməyimdən daha sevimlidir. Etikaf nədir? Məsciddə oturub bir ay ibadət edir. Yəni bir müsəlmanın ehtiyacını aradan qaldırmaq üçün vasitə olmaq, səbəb olmaq, o işi görmək üçün addım atmaq, getmək, yardım etmək bir aydır mənim məscidimdə etikafdan daha üstündür. Kim bir qardaşın ehtiyacını ödəmək üçün onunla gedərsə, Allah qədəmlərinin sürüşdüyü gündə onun ayaqlarını sabit edər qiyamət günü. Baxın, insanlar gözəl əxlaqlıdır, rəftar elə, insanlara gözəl danış, təbəssüm elə. Bunlar hamısı deyir, insanın qəlbini sevindirən ən gözəl nədir? Əməllərdən birisidir. Baxın. Kim ki, kaş ki yanımda istəyənlərə verəcəyim bir nemət olaydı. Nə gözəl bir söz. Çünki mən xeyir istəyəni geri qaytaranlardan deyiləm. Nə gözəl bir şairin sözü var. Baxın, mənə verilən yaxşılıq ya da davam edən bir nemətdir, ya da mənə geri qayıdacaq bir ehsandır. Yəni, nə edirəmsə, Allahın əvəzini mənə mütləq nədir? Geri qaytaracaq. Rəbbimizə həmd olsun. Ona görə dualarımızı artırmalıyıq. Dinimiz çox gözəldir. Sevgi, şəfqət, mərhəmət və uca Allah Teala bu gözəl gündə dualarımızı qəbul eləsin. Rəbbimiz bütün şəhidlərimizə qəni-qəni rəhmət eyləsin. Onları İmam Hüseynlə bərabər yüksək məqamda olmağa nəsib eyləsin. Amin. Rəbbimizə şükürlər olsun. Uca Rəbbimiz bu gözəl cümə günündə dualarımızı qəbul eyləsin. Baxın, yaxşılıq və ehsan səbəbilə, ehsan insanın əl tutması səbəbilə Allah insandan günahları, bəlaları, qəm-qüssəni, kədərləri uzaqlaşdırar. Baxın, sədəqə, yəni bir insan əl tutmaq, sədəqənin bəlanın dəf etməkdə çox böyük təsiri vardır. Hətta sədəqə verən günahkar, zalim və ya hətta Allahı inkar edən olsa belə, Allah onun vasitəsilə bəzi bəlalar ondan uzaqlaşdırar. Baxın, niyə? Allahdan sevdiyi bir əməldir. Yəni, bu insanlar arasında bilinən bir həqiqətdir. Lakin bunu həqiqətən də sidq edən insan bunun savabını mütləq görür. Baxın, nə deyir? Onların gizli söhbətlərin çoxunda xeyir yoxdur. Ancaq sədəqə verməyi, yaxşılıq etməyi və ya insanların arasını düzəltməyi əmr edən kimsə müstəsnadır. Nisa surəsi 114-cü ayə. Kim bunu Allahın razını qazanmaq üçün edərsə, biz ona böyük mükafat verəcəyi. Nisa surəsi 114-cü ayə. Baxın. Yaxşılıq və təqva insanın qəlbini genişləndirir. Sinəsini açır. Belə ki, insan öz daxilində əvvəl hiss etmədiyi bir rahatlıq, genişlik, sevinç tapar. Həqiqətən də belədir. Sədəqənin fəzilətlərindən biri də qəlbin genişləndirilməsi və sevindirməsidir. Çox insan xeyir işlərə nə qədər çox xərcləyirsə, sinəsi bir o qədər açılar. İslam'a bağlılığı artar və buna görə sevinər. Xəsis insan
yaxşılıqdan və ehsandan məhrum olduğu üçün onun cəzası əməlindən olur. Yəni faydalardan məhrum olur. O dar qəlbli, sıxıntılı, qəm-qüssəli və kədərli yaşayar. Nə ehtiyacını asanlıqla əldə edə bilər, nə də istəyinə rahatlıqla nail ola bilər. Belə bir insan dəmirdən hazırlanmış, dar bir zireh geyinmiş adama bənzəyir. Əlləri boynuna bağlanmışdır. Nə onlar rahat hərəkət etdirə bilir, nə də açıb genişləndirə bilir. Hər hərəkət etmək istədikcə zirehin halqaları onu daha da sıxır deyir. Xəsis də belədir. Nə vaxt sədəqə vermək istəsə, xəsislik ona mane olar və qəlbi öz həbisxanasında qalmağa davam edər deyir. Sədəqə verən insan isə hər sədəqə verdikcə qəlbi genişlənər, sinəsi açılar, sevinci artar. Sanki həmin zireh onun üzərində genişlənir. Nə qədər çox sədəqə versə, qəlbi bir o qədər rahatlaşar, sevinci və fərəhi deyir, artar. Əgər sədəqənin faydası yalnız bu olsaydı belə, insanın ona həvəs göstərməsi və tələsməsi üçün kifayət edərdi. Baxın, Allah da buyurur, kim nəfsinin xəstəliyindən qorunarsa, məhz onlar nicat tapanlardır. Baxın, onlar məhz kimdir? Nicat tapanlardır. Yəni, kim nəfsin xəstəliyindən qorunsa, o zaman deyir, onlar deyir, nicat tapanlardır. Yəni, bunlar hamısı insanın qəlbini sevindirən gözəl əməllərdir ki, insan daim nədir? Yaxşılıq etməlidir. İnsanlara əl tutmalıdır, yaxşı işlərdə yarışmalıdır. Həmçinin, yəni, heç zaman mömin Allahın rəhmətindən ümidini üzməz. Sən yaxşılıq et, Allaha dua et, işlərini Allaha həvalə et. Baxın, nə deyir? Allahım, biz sənin haqqında gözəl zənn deyik. Nə deməkdir bu gözəl zənn? Yəni, Allahım, biz səndən bağışlanma, əf, yardım, asanlıq, xoşbəxtlik, ruzi, şəfa, gözəl aqibət, səmimi tövbə və cəhənnəm odundan nicat gözləyirik və istəklərimizi bizə verəcəyin barədə səndən gözəl zənn edirik. Bax, nə gözəl bir söz. Yəni, ey Rəbbim, bu istəklərimi mənə verməkdə sənə qarşı gözəl zəndəyim. Yəni, inanıram bunları sən mənə verəcəksən. Bax, müminin qəlbini sevindirən nədir? Çox gözəl əməllərdən birisidir. Deyək ki, ey Allahım, öz fəzilətindən mənə bəxş eylə. Ey lütf və ehsan sahibi, ey sonsuz bəxşiş və kərəm sahibi, məni öz nemətlərindən nəsib eylə və Allaha qarşı həmişə nə var? Gözəl zəndə ol. Bu zaman qəlbin nədir? Genişlənəcək. Aləmlərin Rəbbi bir şey ol deyərsə, olar. Baxın, nə deyir? Uca Allah buyurur, aləmlərin Rəbbi haqqında nə düşünürsünüz? Yəni, zənniniz nədir? Səffat surəsi 87-ci ayə. İbn Məsud bu ayəni belə izah edir. Allah and olsun ki, əgər bir kəs Allah haqqında gözəl zəndə olarsa, Allah ona zənn etdiyindən daha gözəlini verər. Çünki bütün lütf və ehsan Allahın əlindədir. Ona görə də Allah haqqında həmişə gözəl düşün. O rəhimlərin ən rəhimlisi, kərimlərin ən kərim, yəni səxavətlərin ən səxavətlisi və dualara cavab verəndir. Baxın, ona görə də daim bütün işlərində Allaha təvəkkül eylə. Təvəkkül bir gücdür. Yəni, Allaha etimad edirsən, qəlbini ona bağlayırsan. İnsana təsəlli verən sözlərin və vasitələrin hamısı bir yerə toplansa belə, heç bir qəlbi oxşamaq və arxayınlığı möhkəmləndirmək baxımından işini Allaha həvalə etmək qədər təsirli olmaz. Yəni, insan Allahın himayəsində olduğunu hiss edirsə, onunla birlikdə olduğunu hiss etdikdə və Allahın onun işinə kifayət etdiyini bildikdə qəlbi rahatlıq tapar. Ona görə nədir? Allaha güvənmək böyük bir gücdür. Daim nədir? Allaha güvən, qəlbini ona bağla. Uca Allah hər şeyə qadirdir. Baxın, nə deyir? Allaha tərəf qaçın. Yəni, qəlbin qırıldıqda, arzuların gecikdikdə, sinən daraldıqda Allaha tərəf qaç. Yəni, Rəbbinə təvəkkül elə, ondan istə. O qırılmış qəlbi bərpa edər, insanın zəifliyinə rəhm edər. Allahla münasibətdə qorxu və narahatçılıq deyil, yəqinliyi seç. Mən inanıram onun gücünə, qüdrətinə. Onda Allah da sənə öz lütf və kərəmi ilə rəftar edər. De, ey ehtiyacları ödəyən Rəbbim, mən sənin dərgahına ümidlə gəlmişim. İndi isə mənə istəklərimi ver. Çox gözəl bir söz. Amma bunu nədir? İnsan qəlblə deyər. Amma gözəl bir söz, çox xoşuma gəldi. Deyir ki, Allahım, nəfslərimizin həsrətini çəkdiyi, indi isə qəbir torpağı altında olan əzlərimizin günahlarını yor. Allahım, onların qəbirlərini nurla doldur. Tənhalıqlarını
öz rəhmətinlə ünsiyyətə çevir. Allahım onlar rəhm eylə, onları bağışla, məqamlarını ucat. Bizi də onlarla birlikdə Nəim cənnətlərində, Firdevs cənnətində bir araya gətir. Hər zaman nədir? İnsan öz yaxınları üçün, sevdikləri üçün nə edir? Dua edər. Yəni mömin heç zaman ümidsiz olmaz. Uca Allah, Rəbbinə iman gətirmirsən. Yəni Allaha tərəf qaçın bu deməkdir. Baxın nədir? Ümidsiz olma və günahlarını Allahın rəhməti qarşısında böyük görmə. Gündə 100 dəfə də günah etsən belə yenə Allaha qayıt. Allaha tövbə et. Ola bilsin ki, mən səmimi tövbə sənin nicatın olsun. Allah təala buyurur. Qulum bildi ki, onun günahlarını bağışlayan bir Rəbbi vardır. Mən də onu bağışladım. Allah nə qədər həlimdir, nə qədər rəhimlidir. O tövbələri qəbul edir və günahları bağışlayır. Yəni heç zaman məyus olma. Rəbbindən istə. Uca Allah təala nədir? Hər şeyə qadirdir. Ona görə ki, heç zaman ümidsiz olma. Allah and olsun ki, Allah bir göz qırpımında halını dəyişdirə, həyatını sevincə çevirə bilər. Heç ağılına gəlməyən bir səbəblə sənə çıxış yolu, fərəh bəxş edə bilər. Çünki sən Allaha sığındın və onun haqqında gözəl zəndə oldun. Məhər Uca Allah təala buyurmur mu? De, sizi bundan və hər bir sıxıntıdan Allah xilas edir. Ən'am surəsi 64-cü ayə. Yəni Allah üçün qeyri-mümkün heç nə yoxdur. Kim sənə bir işin mümkün olmadığını söyləyərsə, ona Allahın qüdrətini xatırlar. De ki, Allah hər şeyə qadirdir. Yəni mömin daim qəlbində bax belə olmalıdır. Uca Allaha qarşı. Yəni qəlbi diri olmalıdır. Rəbbindən istəməlidir. Daim Allah Taala'dan istə. Ya Zəlcəlali vəl ikram. Ya Zəlcəlal ey əzəmət sahibi, ikram ey səxavət sahibi. Baxın nədir alimlər? Ya Zəlcəlali vəl ikram Allahın ismi azam, əzəmətli adlarındandır. Bu dua ilə Allaha çox müraciət et. İsrarla istə. Zəlcəlal Allahın əzəmətinə, böyüklüyünə, kamil sifətlərinə dəlalət edir. Zəl ikram, yəni onun sonsuz lütfüne, böyük nemətlərinə, bol ehsanına və saysız hesabsız bəxşişlərin dəlalət edir. O zaman sahib olduğu kimi eyni zamanda sonsuz kərəm və ehsan sahibidir. Daim Uca Allah'tan istə. Yəni bu addan istə. Baxın deyil alimlərdən birisi, Ya Zəlcəli vəl ikram haqqında bəzən də ismi azamdır. Yəni bir şey istəyəndə denə ki, Ya Zəlcəli vəl ikram mənə ruzu ver. Ya Zəlcəli vəl ikram mənə şəfa ver. Ya Zəlcəli vəl ikram evladlarımı qoru. Nə istəyirsənsə. Ya Zəlcəli vəl ikram mənə şəfa ver. Ya Zəlcəli vəl ikram mənə övlad ver. Sıxıntılarımı aradan qaldır. Deyək ki, bir nəfər daim deyir, bu adından Allaha dua edərdim. Bir istəyimi 10 dəfə, 20 dəfə bu adından çox təkrar edərdim. Allah təala istəklərimin hamısını mənə verdi deyir. Hətta başqa birisi deyir ki, evlad gəlməkdə gecikirdi. Bu adından Allaha nədir? Çoxlu yalvardım. O zaman deyir, Allah təala mən nədir? Ummadığım yerdən, gözləmədiyim yerdən elə bir çıxış qapısı açdı ki. Ona görə yəni bu Allah təalanın ən sevdiyi nədir? Adlardan birisidir. Bu addan insan gərək Rəbbinə çoxlu dualar eləsin. Rəbbimizə həmd olsun. Həmçinin cümə günüdür. Çoxlu dua edək bu gözəl vətənimiz üçün. Uca Allah bu gözəl vətənimizi qorusun. Hər zaman xatırlayaq, bu gözəl əminamanlıq yurdunda yaşayırıq. Rəbbimizə həmd olsun. Belə bir gözəl əminamanlıq yurdumuz var. Daim dualarımızı əksik etməyək. Allah təala bu gözəl vətənimizi qorusun. Üç rəngli bayrağımız həmişə yüksəklərə dalğalansın. Baxın, deyir ki, güclü lider Allahın bəndlərinə bəxş etdiyi böyük nemətlərdəndir. Allahın lütfu ilə xalqına xidmət edən, ölkəsinin təhlükəsizliyi, sabitliyi və inkişafı üçün çalışan rəhbər cəmiyyət üçün böyük bir xeyir mənbəlidir. Bugün bizim prezidentimiz İlham Əliyev də Allah onu qorusun. Azərbaycanın dövlətçiliyin möhkəmləndirilməsi, xalqımızın rifahı və ölkəmizin güclənməsi naminə fəaliyyət göstərən qüdrətli liderdir. Onun rəhbərliyi ilə Azərbaycan mühüm uğurlar qazanmış və beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirmişdir. Ona görə də möminlər dinimiz nədir? Rəhbərin ətrafında birləşmək hər zaman bir olmuşuq. Çünki Peyğəmbərimiz buyurur ki, rəhbər Allahın yer üzündə kölgəsidir. Hər zaman dua edək. Allahım, rəhbərimiz, prezidentimiz İlham Əliyev ailəsini qoru. Rəhbərimizə sağlam, uzun, bərəkətli ömür nəsib eylə, işlərində daim müvəffəqiyyət ver, qərarlarında daim qətiyyət ver, başını hər zaman uca eylə, gecə-gündüz yorulmadan xalqının əminamanlığı və dövlətinin qüdrəti üçün çalışan bu rəhbərimizi bizə əmanət etmişsə, ey Rəbbimiz,
Biz də onun sənin qüdrətli qorumanı əmanət edirik. Yardımını, bərəkətini, qorumanı daim onun üzərində nazil elə. Ey qüdrət və izzət sahibi Allahım, rəhbərimizi, prezidentimizi, İlham Əliyev cənablarını öz qüdrətinlə hifz elə. Həmçinin çoxlu dualar eləyək əskərlərimizə, şəhidlərimizə, bu gözəl vətənimizə, dünyasını dəyişən hər kəsə uca Rəbbimiz həmçinin bu gözəl vətənimizin, yəni müstəqilliyi üçün xalqına bağlı olan bir lider, ümumi liderimiz Allah qəni-qəni rəhmət eyləsin. Həqiqətən də bu gözəl vətənimiz üçün, göstərdiyi misilsiz xidmətlər hər zaman biz bunu unutmarıq. Dua eləyək, ümumi liderimiz Heydər Əliyevin ruhunu Allahım nur içində elə, onun qəbrini cənnət bağlarında bir bağ elə, qəbrini nurlu elə, üstünə rəhmət yağışları yağdır. Çünki ömrünü, biliyini, bacarını bu millətin azadlığına, dövlətimizin güclənməsinə və xalqımızın birliyinə həsr etmişdir. Həmçinin dua edək, Allah Teala dünyadan köçən bütün valideynlərimizin məkanını cənnət eyləsin. Həmçinin Allahım Zərifə xanım Əliyevə rəhmət eylə, ruhunu şad eylə, məkanını cənnət eylə. Həqiqətən də tibb sahəsində xalqımıza böyük xidmətlər göstərmiş, ömrünü insanların sağlamlığını həsr etmiş dəyərli bir alim, qayğıkeş bir ana olmuşdur. Öz bilik bacarını bu gözəl xalqımızın rifahı üçün sərf etmişdir. Allah Teala Zərifə xanımı qəni-qəni rəhmət eyləsin, ruhunu şad eyləsin, məkanını cənnət eyləsin. Uca Rəbbimiz dünyasını dəyişən bütün ana-atalarımızın məkanını cənnət eyləsin, qəbirlərini nurlu eyləsin. Hər zaman dua etməyi borcumuzdur. Uca Allah Teala dualarımızı qəbul eləsin. Dua edək. Verilişimin sonunda hər zaman biz gözəl bir dualarla bitiririk. Amin deyirik. Amin deyən dillər var olsun. Nə gözəldir ki, amin deyən insanlar da dua etmiş kimi sayılır. Həmd olsun Rəbbimizə. Baxın, nə gözəl bir vətəndə yaşayırıq. Oturmuşuq, radio başında bir-birimizə dua edirik, xalqımıza dua edirik, amin deyirik. Əmin-amanlıq yurdu. Bundan böyük nemət ola bilərmi? Allah Teala görün bizə nə gözəl nemət bəxş edib ki, çox ölkələrdə olmayan bir nemət. Hamımız bir bərabər yaşayırıq, dinimizi yaşayırıq, ibadətimizi edirik. Yəni, təhlükəsimiz təmin olunub. Allah həmd olsun. Allahım, həmdin təkcə məxsusiyyət naminə səndən diləyirik. Səndən başqa ibadət haqq məbud yoxdur. Sən lütufkar və səxavətlisən. Ey səmaların və yerin xaliqi, ya Zəlcəlal və İkram, ya Hayy ya Qayyum. Səni əzəmətli adınla səndən diləyirik. Şahid edirik sən Allahsan. Səndən başqa ibadətlə haqq məbud yoxdur. Sən təksən, heç kəsə möhtac qalmayan, doğmayıb, doğulmayan və tayı bənzəri olmayansan. Ey Rəbbim, sənin sonsuz salamın, salavatın olsun Peyğəmbərimizə, onun əhli beytinə. Ey Rəbbimiz, hər şeyə qadir olan, ey ol deyən və hər şeyi var edən Rəbbimiz. Sən istədiyin hər şey olur. Biz də sənin razılığı istəyirik. Ey Rəbbimiz, istəyinlə bizə uğur, müvəffəqiyyət, bağışlanma, sağlamlıq və bu dünyada axirətdə davamlı afiyət nəsib eylə. Ey Rəbbimiz, ucalar ucası, səndən səni elə bir qüdrətinlə istəyirik ki, heç kim ona mane ola bilməz. Elə bir nurunla istəyirik ki, onunla göylər, yerlər nurlanır. Səndən istəyir, ey Rəbbimiz. Qəlbimizi sevincli eylə, dualarımızı qəbul eylə. Kimin nə istəyi arzusu varsa, istəyini arzusuna çatdır, ey Rəbbimiz. Səndən istəyirik ki, dualarımıza cavab qapılarını açasan. Hər şeyə qadir olan sənsən, bizi ümidsiz buraxma, ey Rəbbimiz. Bizi öz səxavət dənizindən əliboş çevirmə, ey Rəbbimiz. Qiyamət gününə qədər bizi bağışla, ey mərhəmət edənlərin ən mərhəmətlisi. Ey daimi nemətlər bəxş edən, lütfündən, kərəmindən bizlərə ver. Kiminə istəyi arzusu varsa Allahım, istəyini arzusuna çatdır bu cümənin son saatlarında. Ey ruzu verən, ey kərim, bizə halal, pak, bərəkətli ruzu ver, ey Rəbbimiz. Rahatlıq içərisində olaq daim, ey Rəbbimiz. Ruzi qapılarını üzümüzü aç, işlərimizi asanlaşdır. Ey Rəbbimiz, malımızda, ailəmizdə bərəkət ver. Sənin sevdiyin və razı qaldığın işlərdə bizi məhvəq eylə, ey Rəbbimiz. Kimin nə arzusu varsa arzusuna çatdır. Ey bol-bol nemətlər verən, hər şeyin sahibi, qəlblərimizi sevindirəcək, böyük bərəkətli bir pay ver. Subaylarımıza gözəl ailə qurmağı nəsib eylə. Evladı olmayanlara salih övladlar nəsib eylə, ey Rəbbimiz. Səndən tezliklə sevinç, gözəl səbir, geniş ruzi istəyir, ey Rəbbimiz. Vaxtımıza, işimizə bərəkət ver, ey Rəbbimiz. Dərdlərimizdən bizi azad eylə, qəm-qüssəni aradan qaldır. Borclarımızı ödəməyinə yardım eylə, ey Rəbbimiz. Gözləmədiyimiz yerdən bizə xeyir qapılarını aç. Sənin mərhəmətinə sığınırıq. Bütün işlərimizi düzəlt.
bir göz qırpımı qədər bizi öz nəfsimizə tərk etmə ey Rəbbimiz. Ey Rəbbimiz, işlərimizin asan olmasını səndən diləyirik. Həqiqətən sən hər şeyə qadirsən. Sən bir şey istəyəndə sadəcə ona ol deyərsən, o da olar. Biz sənin uca qüdrətinə inanmışıq. Ya bədi'əs-səmavati vəl-ard. Ey göyləri, yerləri misilsiz yaradan uca Rəbbimiz. Səndən istəyirik. Valideynlərimizi bağışla, məkanlarını cənnət elə, həyatda olanların da ömürlərini uzun, xeyri, bərəkətli elə. Ya məndən, kimin nə istəyi arzusu varsa, istəyi arzusuna çatdır. Nemətləri artır bizə. Ya Fəttah, bir-birindən gözəl xeyri qapılarını aç üzümüzə. Hər işdə bizə xeyirlisini ver. Bizə salih övladlar bəxş elə. Övladlarımızı qoru, övladlarımızın başını uca elə. Övladlarımızın dini, dünya, bütün işlərini sənə əmanət edirik. Ən gözəl qoruyan sənsən. Övladlarımızı islah elə, ruzilərini bol elə. Övladlarımızı pis nəfslərdən qoru. Bizi də, nəslimiz də namaz qılanlardan eylə. Ey Rəbbimiz, övladlarımızın qəlblərini sevginlə doldur. Sənin razını qazanan, senin sevginə layiq olan qullarından eylə. Ey Rəbbimiz, Ali Baş Komandanımız, rəhbərimiz, prezidentimiz İlham Əliyev ailəsini qoru. Ona daim sağlam, uzun, bərəkət ömür nəsib eylə. İşlərini daim müvəffəq eylə. Daim qətiyyət ver, başını hər zaman uca eylə. Gecə gündüz yorulmadan xalqını əmin-amanlığı, dövlətin qüdrəti üçün çalışan bu güclü liderimizi sənə əmanət edirik. Ən gözəl qoruyan sənsən, ey Rəbbimiz. Sən bizim rəhbərimizi, Ali Baş Komandanımız, prezidentimiz İlham Əliyev cənablarını öz qüdrətinlə hifz eylə. Onu və ailəsini, övladlarını qoru. Ey Rəbbimiz, ümumi liderimiz, xalqımızın dahi oğlu Heydər Əliyevin ruhunu şad eylə, qəbrini cənnət bağçası eylə, ey Rəbbimiz. Ey Rəbbimiz, Zərifə xanım Əliyevə qəni-qəni rəhmət eylə, ruhunu şad eylə, məqamını uca eylə, qəbrini nurla doldur, ey Rəbbimiz. Ey Rəbbimiz, bu gözəl vətənimizi qoru, əskərlərimizi qoru, sağ-salamat ailələrini qovuşu, şəhidlərimizə qəni-qəni rəhmət eylə. Ey Rəbbimiz, bu gözəl vətənimizin əmin-amanlı təhlükəsini qoruyan hüquq mühafizə orqanlarının əməkdaşlarını qoru, ey Rəbbimiz. Üç rəngli bayrağımız həmişə yüksəklərə dalğalansın, ey Rəbbimiz. Bu gözəl əmin-amanlı yuxudun daimi elə, dövlətçiliyimizi qoru, daha da güclü elə. Amin, amin, amin.